Salam uşaqlar, bu günləri iyon mübadiləsi reaksiyaları və onlara aid hesablamaları yazırıq. Birinci sual. Hansı halda iyonlar arasında reaksiya məhlulda axıra qədər getmir? Deməli, məhlulda axıra qədər getmirsə, yəni o demək ki, o iyonlar arasında çöküntü yoxdur. A variantından kalsium sulfat alınır, bu çöküntüdür, axıra qədər gedir. B variantına baxırıq. Kalium 3PO4 alınır. Bu çöküntü deyil deyə axıra qədər bu getmir. Cavab burada B bəndidir. C variantına baxırıq. Sink ortofosfat, sink 3PO4 2 dəfə bu reaksiya axıra qədər gedir, ona görə ki çöküntüdür. D variantı gümüş klorid alınır. Çöküntüdür deyə axıra qədər gedir. E variantı barium sulfat alınır. Çöküntüdür deyə axıra qədər gedir. Deməli, cavab oldu burada B variantı. İkinci sualda deyilir ki, hansı reaksiya məhlulda axıra qədər getmir? A variantından alınır sink xlor 2 üstə gələk H2 qaz alınır deyə axıra qədər gedir. B variantından mis OH2 dəfə üstə gələk kalium xlorid. Buradan mis 2 hidroksid, yəni çöküntü alınır deyə reaksiya axıra qədər gedir. C variantına baxırıq. Kalium 2 karbon 13-dən alınır kalium xlor. Kalium 2 karbon 13-ün üzərinə H xlor gələndə kalium xlor karbon qazı və su alınır, qaz alınır, su alınır deyə reaksiya axıra qədər gedir. D variantından alınır gümüş xlorid, bir də natrium NO3, gümüş xlorid çöküntü olduğuna görə axıra qədər gedir. E variantında isə burada kalium xlor da suda həll olandı. Natrium nitrat da suda həll olandı. Duzla duzun deməli reaksiya getməsi üçün hər ikisi həll olan olmalıdır. Bu birinci şərt ödənir. Bu da həll olandı, bu da həll olandı. Nəticədə həll olmayan duz yoxdur deyə bu reaksiya getmir. Ona görə də cavab E variantıdır. Üçüncü sual. Mis 2 nitrat, bir də kalium 2S verib. Mis 2 nitrat, bir də kalium 2S veribdir. Məhlullarını qarışdırdıqda hansı iyonlar çöküntü əmələ gətirir? Bu reaksiyadan mis 2 sulfid, yəni çöküntü, bir də kalium NO3 əmələ gəlir. Deməli, mislə kükürt 2 mənfi iyonu arasında çöküntü əmələ gəldiyinə görə cavab burada C variantı olur. Növbəti sual. Hansı iyonlar məhlulda eyni zamanda qala bilməz? Qala bilməz o demək ki, onlar bir-biri ilə reaksiya gedir. Əgər reaksiya getmirsə, bir yerdə qala bilər. Reaksiya gedirsə, çöküntü verirsə, onlar bir yerdə qala bilməz. Deməli, buna görə də cavab olur E variantı. Çünki mis 2 müsbət iyonu ilə kükürt mənfi 2 iyonu bir yerdə qala bilməz. Onlar çöküntü əmələ gətirir. Cavab E variantıdır. Beşinciyə baxırıq. Beşincidə soruşur ki, hansı 2 iyon göy rəngli çöküntü verir? Deməli, göy rəngli çöküntü verən mis 2 müsbətlə OH iyonudur. Çünki buradan mis 2 hidroksid alınır. Bu da göy rəngli çöküntüdür. Cavab olur E variantı. Altıncı sual. Hansı 2 iyon sarı rəngli çöküntü əmələ gətirir? Deməli, burada rənglərə aid olanları yazın. Bəzilərin deməli, gümüş xlorid ağ rəngli çöküntüdür. Gümüş bromid, bu sarımtıl. Sarımtıl. Gümüş yod, bu sarı rəngli çöküntüdür. Gümüş 3PO4, bu da sarı rəngli çöküntüdür. Deməli, bizdən də variantda soruşur ki, hansı sarı rəngli çöküntü verər? Ona görə də cavab olur D variantı. 7-ci sual. Hansı iyon mübadilə reaksiyası axıra qədər getmir? Baxaq, A variantında diqqət edirik. Duzla duzun reaksiya zamanı hər ikisi həll olandı və nəticədə həll olmayan duz, yəni gümüş xlorid, bir də natrium NO3 əmələ gəlir. Deməli, bu axıra qədər gedir, çünki çöküntü alınır. Sonra gəldik B variantına.
B variantında reaksiyanın getmə səbəbi yoxdur. Nəyə görə? Baxın, mis nitrat yazın bunu. Mis nitrat həll olandır. Kalium xlorid də həll olandır. Duzla duzun reaksiya getməsi üçün birinci şərt hər ikisinin həll olan olmasıdır. Bəli, bu şərt ödənir. Amma nəticədə çöküntü yoxdur deyə, yəni mis xlorid çöküntü deyil, kalium nitrat çöküntü deyil deyə bu reaksiya axıra qədər getmir. C variantına baxırıq. Burada natrium 2SO3 üstə gələk H2SO4. Bu reaksiya gedir. Ona görə gedir ki, bu turşu qüvvətlidir. Duzun içərisindəki turşu qalığı isə zəifdir. Həmişə yadımızda saxlayırıq ki, duzun turşu ilə reaksiyası zamanı üzərinə gəldiyim turşu duzun içərisindəki olan turşudan qüvvətlidirsə, bu reaksiya gedir. Buradan alınır natrium 2SO4, SO2 alınır, bir də su alınır. D variantına baxırıq. Kalium 2 karbon O3. Üstə gələk H-xlor. Baxın, H-xlor qüvvətlidir, karbonat zəifdir. Qüvvətli zəifi çıxarır. Alınır kalium xlor, həm də burada karbon qazı və su alınır deyə reaksiya axıra qədər gedir. E variantına baxırıq. Sirkə turşusunun natrium duzudur. Üzərinə H-xlor gəlirəm. Xlorid qüvvətlidir. Sirkə turşusu zəifdir. Ona görə bu reaksiya gedir. CH3, COO deməli H. Üstə gələk natrium xlorid. Cavab olur B variantı. 8-ə baxırıq. 8-də bizdən soruşur ki, gümüş müsbət bir katyonu vasitəsilə hansı anionları təyin edirlər? Baxaq, nitrata təyin etmək olmur gümüşlə. Çünki nitrat turşusunun bütün duzları həll olur. A-da nitrat var. A-nı, B-ni, C-ni, D-ni çıxıram. Deməli, gümüşlə təyin edirlər xloru, ağ rəngli çöküntüdür. Gümüşlə təyin edirlər orta fosfatı, bu da sarı rəngli çöküntüdür. Cavab olur burada E variantı. Sonra 9-a baxırıq. Hansı reaksiya məhlulda gedər? Natrium sulfat. Üzərinə gəlirəm maqnezium nitrat. Bu reaksiya getmir. Ona görə ki, reaksiyanın getmə səbəbi yoxdur. Nə natrium nitrat çöküntüdür, nə də maqnezium sulfat. Amma hər ikisi həll olandır. Bu da həll olur. Maqnezium nitrat da hər ikisi həll olur. Ancaq çöküntü alınmır deyə bu reaksiya getmir. B variantına baxıram. Maqnezium xlorid. Üzərinə gəlirəm. Kalium sulfat. Kalium 2SO4. Bu reaksiyanın da getmə səbəbi yoxdur. Düzdür, birinci hər ikisinə baxıram, həll olandır. Amma nəticədə çöküntü yoxdur deyə reaksiya burada getmir. Gümüş 1 nitrat, gümüş NO3. Üzərinə gəlirəm kalium xlorid. Bu reaksiya gedir. Ona görə ki, əvvəlcə baxıram, bu da həll olur, digər duz da həll olur. Gümüş nitratda, kalium xloriddə. Nəticədə də çöküntü var. Ona görə burada cavab C variantıdır. Digər varianta baxırıq. Kalsium nitrat. Kalsium nitrat. Üzərinə gəlirəm natrium xlorid. Baxın, kalsium xlorid həll olandır. Natrium nitrat da həll olandır. Ona görə o da getmir. E variantına baxaq. Maqnezium sulfat, natrium nitrat. Hər ikisi həll olandır, ancaq nəticədə çöküntü yoxdur deyə reaksiya getmir. Burada olur cavab C variantı. Ona baxırıq. Onda bizə deyir ki, hansı halda reaksiya axıra qədər getmir? Birinciyə baxaq. Birincidən alınır A variantından kalsium OH, C2H2. Burada qaz alındı, asetilin qazı alınır deyə reaksiya axıra qədər gedir. B variantına baxırıq. Natrium xlorid, üzərinə gələn kalium 2SO4. Duzla duzun reaksiya getməsi üçün baxıram ki, hər ikisi həll olandır. Nəticədə amma çöküntü yoxdur. Ona görə bu reaksiya getmir. Burada cavab B variantıdır. C variantına baxırıq. C variantında natrium xlorid alınır, bir də su alınır. Suyun alınmasına görə bu variantda, yəni reaksiya gedir. D bəndinə baxırıq. Buradan alınır maqnezium sulfat
H2 hidrogen qazı əmələ gəlir. Bu reaksiya gedir. Deməli, E variantında natrium NO3 alınır və gümüş 3 PO4 çöküntü alınır deyə bu reaksiya da axıra qədər gedir. Cavab olur B variantı.